0 kilometr tərtəmiz bir 06 düz 27 ildir Gürcüstanda bir xruşovkanın balkonunda durur. Deməli 1991-ci ildə Razo Enikidze adında bir kişi özünə arzusu olan bomba bir göyrəkdən 06 alır. Həyətdən gətirib saxlayandan bir gün sonra oğrular maşının təkərlərini və güzgülərini söküb aparır. Kişi o qədər əsəbləşir ki, oğruların əli çatmasın deyə bir kran gətirir və maşını qaldırıb 4-cü mərtəbədə bir balkona qoyur. Təsəvvür eləyin, son puluna 06 alan Gürcünün təkər almağa pulu yoxdur deyə deyir qoy elə qalsın balkonda sonra alaram. Amma bu sonra 27 il çəkir. Razo kişi illərlə balkonda avtomobilinə qulluq edir, amma ev eşikdən bu təkərlərin pulunu düzəldə bilmir və bu 06 illərlə məhəllənin simvoluna çevrilir. Bəli, 27 ildir balkonda qalan o 0 kilometr tərtəmiz 06 yerə düşəndə bütün millət yığışıb başına incələməyə başlayır. Amma təəssüf ki, Razo kişi həmin baxanlardan biri ola bilmir. Maşın balkondan enməmişdən rəhmətə gedir. İllərlə gözlədiyi o anı görmək ona qismət olmur.